Mən İsrafilova Röhəngiz, İsrafil qızı, Oğuz rayonundan gəlmişəm. İllərdir fistul xəstəliyindən əziyyət çəkirdim. Bağırsaq problemlərim çox idi. Instagramdan izlədim Anar doktoru. Gördüm ki, çox gözəl əl işləri var. Sevindim. Dedim, nə yaxşı mən belə həkim tapmışam. Qoy gedim bir Anar doktorun özü ilə tanış olum. Tanış olduqca lap elə bilginəm ki, insanın ürəyinə yatan bir insan, həkim yox, adamın öz qardaşı. Necə deyim, lap yaxın bir insansınız. Çox sağ olun həkim. Allah sizə can sağlığı versin. Nə yaxşı ki, sizi kimi həkimlər var. Mən elə gəl ki, doğru dürüst həkimin yanına gəlmişəm və hamıya da məsləhət görərdim. Allah razı olsun. Sağ olun doktor. Siz 3 il qabaq fistul əməliyyatı Bəli, olmuş. 3 il qabaq fistul əməliyyatı eləmişdiniz və mən buradan çıxıb gedəndə axırıncı dəfə sizdən xahiş elədim, doktor, mən bir də problemim olsa gələrəm yanınıza. Olarmı? Dediniz, buyurun, haçan istəsəz, gəlin də, zəng eləyin də. Haçan zəng elədim, zənglərimə cavab verdiniz. Necə deyərlər, çox gözəl, çox belə insan kimi, hələ çox gözəl insansınız. Həkimliyiniz qırağa insan kimi. Nə yaxşı ki, sizi kimi həkimlər var. Şükürlər olsun ki, 3 il əməliyyatdan keçib, heç bir təkrarlanma yox, heç bir problem yox. Sadəcə Röhəngiz xanım profilaktik yoxlanış üçün gəlib. Allah şəfanızı versin. Sağ olun. Yaxşı ki, Allah varsınız, siz də qiymət verirsiniz. Çox sağ olun. Dəyərləndirirsiniz. Bəli, biz insanların borcudur ki, həkimə hörmət eləmək və qiymətləndirək, qoy o bir insanlar da faydalansın.